Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. İmam Nəvvi Rahimahullah'ın 40 hədis kitabına devam edirik. Növbəti hədis 14-cü hədisdir. Və buyurur ki, Ali ibn Məs'ud radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi ve sellem la yahillu demu mri'in muslimin إلا بإحدى ثلاث الثيب الزاني والنفس بالنفس والتارك لدينه المفارق للجماعة رواه البخاري ve Müslim. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, İbn Məsud radiyallahu anhudan gəlir ki, Allah Nəbisi buyurur ki, müsəlmanın qanı birinin digərinə haramdır. Ancaq üç şeydən başqa. Onlardan birincisi zina eden, yani zina eden evlidir. Ve nefsu bin nefs, haksız yere cana kıyandır. Ve târiku li dinihi el mufâriku lil cema'a, ve cemaattan yani ayrı düşen ve dinini terk etmek için cemaattan ayrılan. Və hədis həqiqətən də əzəmətli hədisdir və diqqətli olmağı tövsiyə edirəm. İçində çoxlu məsələlər var. Və deməli, hədisin təxrici barəsində hədis sahihəyində, yəni Buxari Müslimdə İbn Məsuddan, Abdullah ibn Məsuddan rəvayət edilib. Müslimin rəvayətində, hansı ki bu hədisdə keçir, lidinihi və təriku lidinihi, yəni dinini tərk edən, əvəzinə ət-tārikul İslam ifadəsi keçir. Yəni Müslimin rəvayətində ət-tārikul İslam işlənmişdir. Yəni İslamı tərk edir. Yəni tərk edən. Və bu mənada qardaşlar, bu hədisə oxşar hədislər çoxdur. Bu hədisə oxşar hədislər çoxdur. Və onlardan Müslimin rəvayətində Ayşə radiyallahu anh, Ayşə anamızdan rəvayət etdiyi elə bu hədis kimi. Və həmçinin Tirmizi, Nəsai və İbn Məcə Osman radiyallahu anhudan da rəvayət ediblər. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, həmin hədisdə, Osman radiyallahu anh hədisində la yahillu demu mri'in muslimin illə bi ihdə thalathin raculun kafara ba'da islamihi əv zana ba'da ihsanihi əv qatala nefsən bi gayri nefs. Buyurur ki, müsəlmanın qanı halaldır bu üç şeydən başqa. Raculun kafara ba'da islamihi, yəni İslamdan sonra kafir olan, yəni iman gətirdikdən sonra kafir olanlar. Əv zana ba'da ihsanihi, evli olduğu halda zina edənlər. Əv qatala nefsən bi gayri nefs, haqsız yerə cana qəsd edənlər. Və həmçinin Nəsai'nin rəvayətində isə buyurur ki, raculun zana ba'da ihsanihi فعليه الرجم أو قتل عمدا فعليه القود أو ارتد بعد إسلامه فعليه القتل. Buyurur ki, o kişi ki ihsan olduğu halda, yani ihsan olduktan sonra, yani evlendikten sonra zina ederse فعليه الرجم, yani ona rəcm tətbiq olunur. أو قتل عمدا, və yaxud da ki bilərəkdən birini öldürərsə, kimsə birinə qəsd edərsə, fəaleyhil qavdu. Qavad nədir? Yəni qisas. Ona qisas tətbiq olunur. Əv irtəddə bə'də islamihi fəaleyhil qatl. Və yaxud da İslamdan sonra mürtəd olarsa, onun da üzərinə yəni ölüm cəzası tətbiq olunur. Və hədisdən görünür ki, yəni həmçinin bu hədisi eyni mənada hədisləri Nəsai İbn Abbasdan radiyallahu anhümə və Əbu Hüreyrədən və Ənəsdən rəvayət ediblər. Və bu hədis onu göstərir ki, qardaşlar, insanın, müsəlmanın qanı haramdır. Müsəlmanın kim la ilahe illallah Muhammed Rasulullah deyərsə, şəhadət gətirərsə, İslam'a daxil olarsa, o insanın qanı haramdır başqasına. Və bu üç şəxsdən başqa, üç sinifdən başqa. Hədisin mənziləsi haqqında alimlər buyurur ki, bu hədis cəvami'ul kəlim, yəni bu cür hədislərdəndir ki, hansı ki az
deyilib, lakin üzərində çoxlu əhkamlar var və İslamın əzəmətli əsaslarındandır. Müsəlmanın qanının toxunulmaz olduğunu və şəriət tərəfindən əsaslandırılmış bir səbəb olmadan bu toxunulmazlığın pozulmasının haram olduğunu bəyan edir bu hədis. Və İbn Həcər Əl-Heytəmi rahimehullah Fəthül Mubin əsərində buyurur ki, bu hədis ən təhlükəli məsələlərdən olan qan mövzusuna aid mühim qaydalardan bir qaydadır. Onlardan, yəni bu qandan hansının halal olması və hansının haram olduğunu və bu məsələdə əsl olan ismə, yəni ismə nədir? Toxunulmaz olduğunu bizlərə bu hədis bəyan edir, qardaşlar. Və həmçinin Hafiz ibn Həcər Əl-Əsqəlani rahimehullah özünün Fəthül Bəri əsərində, Fəthül Bəridə buyurur ki, bu hədis qəsdən adam öldürmə zamanı tətbiq olunan qisas hökmü də bu hədisin əslidir. Yəni bu hədisdən götürülüb hökm olaraq. Yəni görək bu hədisin şərhində alimlər nə buyurublar? Və buyurur ki, müsəlmanın canını almaq, onun qanını tökmək haramdır, qardaşlar. Və Abdullah bin Ömər hədisində də, biz bu hədisi keçmişdik, Abdullah bin Ömər'in hədisində də Allah Resulü sallallahu aleyhi və səlləm insanlar bu şəhadəti söyləyib, namaz qılana və zəkat verənə qədər onlarla savaşma əmri aldığını bizlərə xəbər vermişdi. Və hədisin məfhumundan o başa düşülür, anlaşılır ki, bu yalnız müsəlman olanlara aiddir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur, La yəhillu dəmu mri'in muslimin. Müsəlmandan söhbət gedir. Yəni, bu qanın haramlığı ancaq müsəlmana aiddir, qardaşlar. Və qeyriləri isə kafirlər, müşriklər və s. müsəlmanlardan qeyriləri üçün isə bu keçərli deyil, qardaşlar. Əsl olan qeyri-müsəlmanda qanının halal olmasıdır. 3 sinifdən başqa. 3 sinif kafirlər var ki, onların qanı haramdır. Müsəlmanda isə əksdir. Müsəlmanda əsl olan ismədir. Yəni qanının qorunmasıdır. Ancaq bu hədisdə zikr olunduğu kimi 3 sinifdən başqa. Qeyri-müsəlmanlarda dedi ki, əsl olan qanının halal olmasıdır. 3 sinifdən başqa. O siniflər də hansılardır, qardaşlar? Onlardan birincisi zimmət əhlidir. Zimmət əhli. Zimmilər. Və zimmilər İslam dövləti ilə müqavilə bağlayan və o dövlətə cizyə ödəyən vətəndaşlardır, hansı ki, qeyri-müsəlmanlardır. Yəni, İslam ölkəsində yaşayır və o yaşadığına görə, orada məskən tutduğuna görə o həmin dövlətə cizyə verir. Yəni, canının qorunması üçün, canı üçün cizyə verir, vergi verir. Və Buxarinin rəvayət etdiyi hədisdə Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, kim bir zimmini öldürərsə, cənnətin qoxusunu belə duymaz. Cənnətin qoxusunu belə duymaz. İkinci sinif qanı qorunmuş kafirlər isə əhd alan kafirlərdir. Yəni əhd sahibləri. Muahid deyirlər bunlara. Əhdli olanlar. Və bunlar da kimlərdir, qardaşlar? İslam dövləti ilə aralarında sülh müqaviləsi və ya saziş olan ölkələrin vətəndaşlarıdır. Sən İslam ölkəsində yaşayırsan, əgər qeyri-İslam ölkələri ilə sənin sülh müqavilən, sazişin varsa, onların vətəndaşları əhd əhli sayılır. Yəni siz artıq əhdləşmişsiniz ki, aranızda heç bir vuruşma olmayacaq. Və Allah subhanahu wa ta'ala Tövbə surəsinin 4-cü ayəsində buyurur ki, İllellezine ahadtum minel müşrikine thumma lem yanqusukum şey'an ve lem yuzahiru aleykum ahada fa'atimmu ileyhim ahdahum ila muddetihim. İnnallaha yuhibbul muttaqin. Allah Teala buyurur ki, saziş bağladıktan sonra onu pozmayan və sizin əleyhinizə heç kəsə yardım göstərməyən müşriklər müstəsnadır. Yəni onları öldürməyin.
Onlarla olan müqavilənizi müddəti bitənədək yerinə yetirin. Allah müttəqiləri sevir. Və üçüncü sinif isə qardaşlar, aman əhlidir, aman. Və bu aman əhli də kimlərdir? Aman əhli deməli sənin müharibə vəziyyətində olan ölkədən, deyək ki, bir ölkə müharibə vəziyyətindədir və o ölkədən İslam torpaqlarına müəyyən bir müddət üçün icazə almış kimsələrdir qardaşlar. Yəni sənin ölkənə müəyyən bir müddət icazə alıb gəlmiş insanlardılar. Və həmçinin bu sinif insanların içərisinə daxildir tacirlər, elçilər və yaxud da turistlər. Məsələn, turist gəlir, o viza alır, əhdləşir, yəni müasir dildə desək, və o əhdə görə onları öldürmək haramdır. Və o üç sinifdən biridir ki, kafirlərdə əsl qanun halallığıdır. Yəni bu üç sinifdən başqa onlar da o sinifə daxildilər. Hansı ki Allah Subhanahu wa Taala Tövbə surəsinin 6-cı ayəsində buyurur ki: "Və in ahadun minel müşrikin istajaraka fa'ajirhu hatta yasma'a kalamallah, thumma ablighu ma'manah. Zalika bi'annahum qawmun la ya'lamun." Allah Taala buyurur ki, əgər müşriklərdən biri sənə aman diləsə, səndən aman diləsə, ona aman ver ki, Allahın kəlamını, Quranı eşitsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür. Bu üç sinif qardaşlar nə oldu? Deməli, bu üç sinif kafirlər isə onların İslam tərəfindən qanı sığortalanmış, yəni təminat altına alınmış kimsələrdir. Müsəlmanlarda isə dedik ki, nədir? Əsl olan əksinədir. Qanlarının haram olmasıdır. Və bu şeyi yadınızda saxlayın ki, bu dediyimiz bütün bu əhkamlar İslam dövlətində şəriət tərəfindən, rəhbər tərəfindən icra olunan hökmlərdir. Yəni elə deyil ki, məsələn, mənim qonşumda kafir yaşayır, bugün məsələn cizyə vermir, rahat yaşayır, qoy gedim mən onu. Yox, belə olmaz yəni. Bu hökmlər hamısı rəhbərə qayıdan şeylərdir. O öz başınalıq deyil yəni. Bu sadəcə rəhbərə qayıdan şeylərdir. Qazilərə, hakimlərə qayıdan şeylərdir ki, ancaq onların icazəsi ilə, onların məsuliyyəti, hökmləri altında, onların fətvaları altında icra olunan hökmlərdir. Bəli. Və müsəlmanlarda isə əsl olan haramçılıqdır, qardaşlar. Qanının qorunmasıdır 3 sinifdən başqa. Və onu da Allah Nəbisi sallallahu aleyhi və səlləm elə bu hədisdə bizlərə bildirir. Yaxşı, kimlərdir onlar? Onlardan birincisi Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, "Əs-səyyibuz zəni", zina edən evli. Və fikir verin, burada tərcümədə evli olaraq tərcümə olunsa da, lakin əsl olan, səhih olan, doğru olan tərcümə budur ki, başından bir evlilik keçmiş kimsələrdir. Məsələn, ola bilsin ki, sən 10 il qabaq, 5 il qabaq, 3 il qabaq, 50 il qabaq evli olmusan, artıq boşanmısan, evli deyilsən, sən zina etsən, sən daşqalaq olunmayacaqsan, belə deyil. Bu, həmçin onlara da daxildir ki, nə vaxtsa həyatında evlilik yaşayıbsa vəssalam, bu hökmə daxil olur. Yəni, əs-səyyibuz zəni sayılır. Yəni, evlilik yaşamış bir şəxs əgər zina edərsə, onun qanı İslam tərəfindən halallaşdırılır. Və bu hökmə kişi və ya qadın fərqi yoxdur, hər ikisi daxildir. Və onların hökmü şəriətdə rəcm olunmasıdır, qardaşlar. Və bu alimlər tərəfindən ittifaq olunmuş və Allah Rasulü və sahabənin tətbiq etdiyi ittifaq olunmuş əməldir. Və ola bilsin ki, bu günlərin məsələn hansısa yəni bu İslama şübhə gətirmək istəyən, özlərinə Qurani və s. belə adlar qoşan, əslində onların Quranla heç bir əlaqəsi yoxdur. Bəzi insanlar məkirli şəkildə bu şeyləri gətirirlər ki, Quranda varsa bu var. Quranda yoxdursa rəcm deməli yoxdur. Və bir şeyin İslamdan olması üçün tək Quranda olması şərt deyil, qardaşlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləri və Allah Rasulü sallallahu aleyhi və səlləm və onun əshabı tətbiq edib bu şeyləri. Ayə nəsx olunsa da, lakin hökm olaraq
qalıbdır. Və biz bilirik ki, yəni ayə necə nəsx olunur, ya ləfz olaraq qalır, hökm nəsx olunur və ya hər ikisi həm ləfz, həm də hökm nəsx olunur və yaxud da ki, ləfz nəsx olunur, hökm olaraq qalır. Və onlardan birisi də nədir? Rəcm ayəsidir. Və ayə nəsx olunsa da ləfz olaraq, lakin deməli nədir? Hökm olaraq icra olunur. Bu yalnız yəni İslam ölkələrinə aiddir ki, yəni İslam ölkələri deyəndə ki, şəriətlə idarə olunan ölkələrə aiddir. Yəni qazi tərəfindən hökm verilir. Yoxsa biz bu gün müsəlman ölkəsində yaşasaq da, sən qalxıb qazi bu hökmü vermir deyə qoy mən yəni bunu yerinə yetirim, bu olmaz yəni. Əksinə məzəmmət olmuş şeydir. Bu şeylərin hamısı qazilərə, hakimlərə qayıdır qardaşlar. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurdu ki, müsəlmanın qanı haramdır 3 şeydən başqa. Və onun da birini misal çəkdik ki, yəni zina edən, başından evlilik keçmiş kişi və ya qadındır. Və mücərrəd insanın bunu etməsi artıq onun canının, qanının toxunulmazlığı statusunu aradan qaldırır. Və onlardan ikincisi Peyğəmbər sallallahu aleyhi və səlləm davam edir ki, ən-nəfsu bin-nəfs, zülm və ya düşmənçiliklə bir şəxsi öldürməkdir qardaşlar. Və şərt deməli qatillə məqtulun arasında İslam olmasıdır. Diqqət eləyin. Şərt odur ki, qisas nə zaman hasil olur? Yəni Allah Subhanahu wa Taala bizə qisası əmr edib. Yəni kim bir nəfəri, bir müsəlmanı öldürərsə, qarşılıq olaraq, qisas olaraq onun özünün, qatilin öldürülməsidir. Yalnız bir şərtlə ki, ikisi də müsəlman olmalıdır. İkisi də müsəlman olmalıdır və həmçinin ikisi də azad olmalıdır, kölə olmaz. Məsələn, bir insanın kölə öldürdüyünə görə ona qisas düşmür. Bəli, onun indi bu cinayətlər babında fiqhdə gələcək inşallah ki, onun üzərinə də cərimə var, bəli. Lakin ölüm hökmü oxunmur. Ancaq iki tərəfin də mütləq azad olması lazımdır və müsəlman olması lazımdır. Həmçinin bir müsəlmanın kafiri öldürdüyü müsəlmanı öldürdüyünə görə də ona qisas tətbiq olunmur. Bəli, ona cərimə var, ağırlaşdırılmış cərimələr var. Lakin ölüm hökmü oxunmur. Şərt odur ki, ikisi də müsəlman olmalıdır. Və Allah Subhanahu wa Taala Quran-ı Kərimdə Bəqərə surəsinin 178-ci ayəsində buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənu kutibə aleykumul qisasu fil qatlə əl-hurru bil-hurri vəl-abdu bil-abdi vəl-unthə bil-unthə fəmən ufiyə ləhu min əxihi şey'un fəttiba'un bil-ma'rufi və ədəun iləyhi bi-ihsan. Allah Teala Quran-ı Kərimdə buyurur ki, ey iman gətirənlər, öldürən şəxsə görə qisas almaq sizə vacib edildi. Odur ki, azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın. Əgər qatil öldürdüyü qardaşının varisləri tərəfindən qan bahası müqabilində bir şeylə əfv edilsə, onda varislər onunla insafla davranmalı, qatil də qan bahasını gözəl tərzdə ödəməlidir. Və fikir verin, Allah Teala əmr edib bunu. Allah Teala əmr edib, lakin ədalət üçün, yəni Allah Teala'nın ədalətindəndir ki, azada görə deməli həmçinin müsəlmana görə tətbiq olunur bu hökm. Bəli. Peyğəmbər sallallahu aleyhi və səlləm davam edir, buyurur ki, وَالتَّارِكُ لِدِينِهِ və həmçinin üçüncü sinif şəxs də odur ki, qardaşlar, üçüncü sinif şəxs, qanı halal olan müsəlman odur ki, insanlardan ayrılaraq nə üçün ayrılır? Dinini tərk etmək üçün ayrılır. Və dindən çıxan, dindən kənarlaşan şəxsdir. Dinini tərk edərək, cəmaatı tərk edərək İslamdan çıxandır. Və bu da kimlərdir? Mürtəd olan kimsələrdir. Etiqadən, şəkk ilə və ya bir əməllə tərk etmək buna aid edilir. Məsələn, insan deyir ki, etiqad edir ki, Quranın təhrif olduğuna etiqad edir. Yəni, Quranın təhrif olmağı küfürdür. Lakin bu insanın kafir olması üçün
mütləqdir ki, onun üzərinə hüccət qaldırılmalı və onun ölüm hökmü barəsində də hər şəxs yox, ancaq qazilər və hakimlər icra edir. Və həmçinin insan məsələn deyərsə ki, Yahudi ilə müsəlman, Yahudilərlə müsəlman eynidirlər. Yəni onların fəziləti eynidir. Yəni onların məqamı eynidir. Bu sözdə insanı dindən çıxaran küfürlərdəndir. Və yaxud da Allahın varlığına şübhə etmək və yaxud da Rasulun nübüvvətinə şübhə etmək və s. bu kimi şeylər insanın qanını halal edən məsələlərdəndir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mən bəddələ dinəhu fəqtuluh. Kim dinindən dönərsə, dinini dəyişərsə, onu öldürün. Və bu insan yəni birbaşa yox, əvvəlcə tövbəyə çağırılır. Əgər tövbə etməzsə, yenə də qazilər və hakimlər, rəhbərlər tərəfindən bu hökm icra edilə bilər. Və bu hədisdən qardaşlar, bəzi faydalar çıxır ki, o faydaları da inşallah zikr etmək istəyirəm. Və onlardan bəziləri müsəlmanın əzəmətli olması, hörmətinin əzəmətli olması. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm zikr eləyir ki, müsəlmanın məqamı ucadır. Müsəlmanın məqamı, onun qanı, malı, irzi qorunub İslam tərəfindən. Və fikir verin, yəni bu qorunma onun şərəfinin, ləyaqətinin, qanının, hörmətinin izzətli, əzəmətli olması deməkdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Müslimin rəvayət etdiyi hədisdə Əbu Hüreyrə radiyallahu anhudan gəlir ki, kullu muslimin aləl muslimi haramun dəmuhu və maluhu və irduh. Hər bir müsəlmana, başqa müsəlmanın qanı, malı və onun irzi haramdır. Və həmçinin başqa hədisdə muttefəqun aleyh, ittifaq olunmuş hədisdə Əbu Bakr radiyallahu anhudan gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, İnnə dima'akum və əmvalakum və a'radakum haramun aleykum kə hurməti yevmikum hədə və bəledikum hədə və fi şəhrikum hədə ilə yevmə təlqavnə rabbəkum ələ həl bəlləqtu Allahümmə işhəd liyubəlliq əşşəhidul ghaib فَرُبَّ أَوْعَى مِنْ سَامِعٍ أَلَا فَلَا تَرْجِعُنَّ بَعْدِ كُفَّارًا يَضْرِبُ بَعْضُكُمْ عَلَى بَعْضٍ və yaxud da ki, يَضْرِبُ بَعْضُكُمْ رِقَابَ بَعْضٍ. Allah Nəbisi sallallahu aleyhi və səlləm bu gözəl hədisdə buyurur ki, qanlarınız, mallarınız və namusunuz bu gününüzün, bu şəhərinizdəki və bu aydakı toxunulmazlıq kimi Rəbbinizlə görüşəcəyiniz günə qədər bir-birinizə haramdır. Diqqət edin, təbliğ etdinmi? Allahım şahid ol. Və burada olanlar olmayanlara çatdırsın. Çünki ola bilər ki, onun çatdırıldığı kəs onu eşidən bəzi kimsələrdən daha anlayışlı olsun. Diqqət edin, məndən sonra bir-birinizin boynunun vuran kafirlərdən olmayın. Və həmçinin Beyhaqinin rəvayət etdiyi hədisdə, İmam Beyhaqinin rəvayət etdiyi hədisdə Şeyx Albani rahimehullah hədisi həsənləşdiribdir. İbn Abbas radiyallahu anhudan gəlir ki, nəzara Rasulullah sallallahu aleyhi və səlləm iləl Kə'bətə fəqal. Allah Resulü sallallahu aleyhi və səlləm Kəbəyə baxdı və dedi, mərhəbən biki min beytin mə a'zaməkə və a'zamə hurmətək. Mə a'zaməki və a'zamə hurmətək. Allah Nəbisi sallallahu aleyhi və səlləm Kəbəyə baxır və deyir, sənə salam olsun. Sən nə qədər də əzəmətlisən və sənin toxunulmazlığın nə qədər də böyükdür. Və lil-mu'mini a'zamu hurmətən indəllahi mink. Fikir verin, subhanallah. Allah Resulü sallallahu aleyhi və səlləm Kəbəyə deyir ki, lakin müminin Allah qatında toxunulmazlığı, hörməti səndən də böyükdür. İnnəllaha harrama minki vahidətən və harrama minəl mu'mini thəlâthən. Allah Teala səninlə bağlı yalnız bir şey haram etmişdir. Lakin müminlə bağlı 3 şeyi haram edib. Kəbə ilə bağlı haram edilmiş nədir qardaşlar? Bir şeydir, o da
orada qanın tökülməməsidir. Orada qan tökmək haramdır. Lakin möminlə bağlı Allah Teala 3 şeyi haram edib. Sonra buyurur ki, nədir o şey? Dəməhu və mələhu və ən yuzanna bihi zannussu. Allah Resulü buyurur ki, qanını, malını və onun barəsində pis zənn olmağı Allah Teala haram edibdir. Və nə qədər yadınızda saxlayın ki, müminin şərəfi, izzəti Allah Teala tərəfindən və Rasulü tərəfindən bizə çatan xəbərə görə nə qədər əzəmətlidirsə və bunların içərisində də təbəqə, dərəcə fərqi var qardaşlar. Nə deməkdir bu? Nə qədər insanın təqvası çox olarsa, şəni, əzəməti bir o qədər də başqalarının nisbətdə daha ağır olar. Və Hucurat surəsinin 13-cü ayəsində Allah Subhanahu wa Taala buyurur ki, İnne əkramakum indallahi atqakum. Sizin ən şərəfliniz, ən xeyirliniz Allah qatında təqvalı olanınızdır. Və Sahiheyndə Buxari Müslimin rivayet etdiyi hədisdə Abu Hureyra radiyallahu anhudan gəlir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellemə dedilər ki, qalu ya Rasulallah, mən əkramun nəs. Ey Allahın Rasulü, insanların ən şərəflisi, ən hörmətlisi kimdir? Qalə ətqahum. Buyurdu ki, onların ən təqvalları. Bəli. Və həmçinin qardaşlar, bu hədisdən başqa, yəni bu 3 sinifdən başqa, Allah Nəbisi bu hədisdə bizə 3 sinifi bildirir ki, müsəlmanın qanı haram olsa da, bu 3 şey edərsə halallaşır. Zina edən, evli, dinini tərk edən və həmçinin insan öldürən, yəni qatil və şərtlərini də saydıq biz. Və bu 3 sinifdən başqa da şəriətdə ölüm hökmü olanlar var qardaşlar. Şəriətdə ölüm hökmü olanlar var. Onlar da hansılardır? Onlardan birincisi Lut qövmünün əməlini edənlər. Lut qövmünün əməlini edənlər. Yəni qadının qadınla və yaxud da kişinin kişilə olan yaxınlığı da Allah qorusun. Və burada biz dedik ki, zina edənlərə baxılır. Ölüm hökmü, əgər evlidirsə ölüm hökmü var, əgər subaydırsa digər hökmlərdir. Yəni ölüm hökmü düşmür. Lakin Lut aleyhissalamın qövmünün hərəkətini edənlər, Lutun qövmünün hərəkətini edənlər isə əməlini edənlər, istər subay olsun, istər evli, şəriətdə Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bildirir ki, hökm dəyişmir. Yəni ölüm. Abu Davud və Tirmizinin rivayet etdiyi hədisdə Şeyx Albani rahimehullah hədisi səhihləşdirmişdir. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, Mən vəcəddumuhu ya'məlu amələ qavmi Lutin fəqtulul fə'ilə vəl-məf'ulə bihi. Kim Lut qövmünün etdiyi əməli, yəni kim görsə ki, bu insanları tutsa bu şeyin üzərində ki, Lut qövmünün əməlini edir, onlar onu edən və üzərində o iş tətbiq olunan, icra olunan kəsi də öldürün. Və onlardan ikincisi qardaşlar, hansı ki hədisdə zikr olunmamış, buyurur ki, müsəlmanların birliyini pozmaq, onları parçalamaq və rəhbərlərinə qarşı çıxmaq istəyən kəslər də buna aiddir. Fikir verin, həmçinin bunlara da ölüm hökmü var. Hansı ki, Arfəcə radiyallahu anhudan gəlir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur, Müslimin rivayet etdiyi hədisdir. Mən ətəkum və əmrukum cəmi'un alə rəculin vahidin yuridu ən yəşuqqa asakum əv yufarriqa cəmaətəkum fəqtuluh. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, eşiniz bir kişinin ətrafında toplandığı halda kim gəlib birliyinizi pozmaq və ya cəmaatınızı parçalamaq istəyirsə, onu öldürün. Yəni bu da şübhəsiz ki, yəni rəhbərlərə aid olan məsələlərdəndir. Və fikir verin, rəhbərlərə qarşı çıxmağın da haram olmasına açıq-aşkar dəlalət edən hədislərdən biridir qardaşlar. Rəhbərlərə qarşı çıxmaq nə qədər ki müsəlmandır,
onlara qarşı çıxmaq haramdır qardaşlar. Və onun yəni cəzası olaraq Peyğəmbər sallallahu əleyhi və səlləm əgər bir toplum o rəhbərin başında yəni cəm olubsa, o rəhbərin idarəsindədirsə, ona qarşı çıxmaq istəyən insanı Peyğəmbər sallallahu əleyhi və səlləm ölüm hökmü ilə cəzalandırın deyir. Və həmçinin bundan başqa yer üzündə fitnə fəsad törədib yol kəsən quldurlar qardaşlar. Yer üzərində fitnə fəsad törədib yol kəsən quldurlar da buna aiddir. Və Allah Subhanahu wa Taala Maidə surəsinin 33-cü ayəsində buyurur ki: İnnemâ cezâu'l-lezîne yuhâribûnallâhe ve rasûlehu ve yes'aûne fil-ardi fesâda en yuqattalû ev yusallabû ev tuqatta'a eydîhim ve arjuluhum min khilâfin ev yunfev minel ardi zâlike lehum khizy. Zâlike lehum khizyun fid-dunyâ ve lehum fil-âhireti azâbun azîm. Allah Teala buyurur ki: Allaha və Rasuluna qarşı savaşanların və yer üzündə fitnə fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvarı kəsilməsi ya da yaşadıkları yerdən sürgün edilməkləridir. Bu onlar üçün dünyada bir rüsvayçılıqdır, ahirətdə isə onları böyük bir əzab gözləyir. Deməli nədir qardaşlar? Yer üzündə fitnə fəsad törədib yol kəsən quldurlar, yol kəsən, insanların malını oğurlayan bu quldurlar da şəriət ölüm hökmü ilə cəzalandırır. Dördüncüsü isə sehirbaz və cadugarlar. Sehirbazlar da həmçinin həmin hökmdədirlər qardaşlar. Cumhur alimlərin rəyinə görə sehirbaz və yəni o cadugarlar, o baxıcılar, falçılar yəni hökmü şəriətlə öldürülməkdir. Və bu hökm də bir neçə səhabədən və həmçinin Ömər radiyallahu anhu və möminlərin anası Hafsadan səhih sənədlə varid olmuşdur. Və diqqət edin, yenə də təkrar edirəm, bu hökmlər ancaq qazilərə və hakimlərə qayıdan, onların tətbiqinə qayıdan məsələlərdəndir. Yəni insan öz başına mən filan yerdə falçı tanıyıram, gedək onu öldürək, belə şey olmaz qardaşlar. Bu haramdır əslində. Yəni hakimin icazəsi olmadan sən bu şeyi eləyə bilməzsən. Qətiyyən. Və beşincisi isə qardaşlar, beşincisi isə məhrəmi olan biri ilə nikahlanmaq. Məhrəmi olan biri ilə nikahlanana İslam ölüm hökmü verib. Və cumhur alimlərin görüşü də budur və səhih olan da budur. Və hansı ki, deməli Abu Davud və Nəsəinin rəvayət etdiyi hədisdə Şeyx Albani rahimehullah səhihləşdiribdir. Bara ibn Azib deyir ki, deməli buyurur ki, Laqitu ammi və ma'ahu rayatun fəqultu lehu əynə turid. Bara ibn Azib deyir ki, əmimə rast gəldim və onun əlində və yaxud da yanında bir bayraq var idi. Və ona dedim ki, hara gedirsən? Və o da mənə dedi ki, qalə bə'əthəni Rasulullah sallallahu aleyhi və səlləm ilə rəculin nəkəhə mra'ətə əbihi fəəmərəni ən adribə unuqəhu və əxudə mələhu. Və buyurur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm məni göndərib. Niyə görə? Atasının yoldaşı ilə, atasının arvadı ilə evlənən, yəni ögey anası ilə evlənən bir kişinin yanına göndərdi ki, onun boynunu vuram və malını götürəm. Və buradan o nəticə çıxır ki, məhrəmi ilə evlənən kəsin də şəriətdə cəzası ölümdür qardaşlar. Və onun da malı, canı halaldır. Və bu da istisna hallardandır qardaşlar. Və sonda Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisini bir daha xatırlayaq. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyuruyor ki, La yahillu demu mri'in muslimin illa bi ihde thalathin. El-thayyibu zani ve'n-nefsu bin-nefs ve't-tariku li-dinihi el-mufariqu lil-cema'a. Allah Resulü buyurur ki, Müslümanın qanı halal olmaz ancaq bu üç şeye göre.
zina edən evli, qətil və dinini tərk edən. Və sonda qardaşlar, bu üç məsələ İslamın qorumaq üçün hökmlərinin şəriət etdiyi, qorunması zəruri olan 5 böyük məsələdən üçüdür qardaşlar. 5 böyük məsələ, yəni hansı ki alimlər buna daruratul xamsə deyirlər. Daruriyyət xamsə. Yəni 5 zəruri şey var ki, İslam bu 5 məsələnin hifzi üçün gəlib qardaşlar. 5 məsələnin hifzi üçün gəlib. Və onlardan üçü burada zikr olunur. Hansılardır? Birincisi dinin qorunması. Diqqətli olaq. Din gəlib ki, sənə insanların dinini qorusun. Yəni dinini dəyişdirən kimsə üçün ölüm hökmü var. Niyə görə? Çünki bu olmasa, bu fitnə, insanların dinini dəyişdirməsi fitnəsi insanlar arasında adi bir hala gələcək və din ucuzlaşacaq. İkincisi, nəslin qorunması. Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurdu? Əs-seyyibuz zəni. Nəslin qorunması, yəni zina edənin öldürülməsi. Üçüncüsü, canın qorunması. İslam gəlib ki, sənin canını qorusun, toplumun canını qorusun və qisası əmr edib. Əgər qisas tətbiq olunarsa, Allahın hikmətindəndir ki, insanlar bu şeydən artıq qorxacaqlar. Və zinanın da haram olması bunun kimidir? İnsanların irzini qorumaq üçündür, qardaşlar. Zina nəyə görə haram olunub? Məsələn, zina haram olunmasaydı, kimin uşağı kimdən idi, bu bilinməyəcəkdi. Ona görə Allah subhanahu wa ta'ala hər bir əmr və qadağasında hikmət var, qardaşlar. Onlardan dördüncüsü ağlın qorunmasıdır. Məsələn, Allah subhanahu wa ta'ala içkini haram edib ki, müsəlmanın ağlını qorusun. Və digər narkotik vasitələr, digər ona oxşar ağlı örtən hər bir şey Allah ta'ala haram edib. Niyə görə? Müsəlmanın qanı, malı, canı, irzi, namusu, dini, ağlı, hər şeyi hörmətlidir Allah qatında, qardaşlar. Bəzən görsən, insan özü bu şeyləri etməklə özünü hörmətsiz eləyir. Və beşincisi də malın qorunmasıdır. Və buna görə də Allah Taala oğurluq etməyi, bir-birinin malını haqsız şəkildə yeməyi və qəsb etməyi Allah Taala haram edib. Və doğrusunu Allah bilir. Velhamdülillahi Rabbil alemin.